Mikhail Cabbarov deyir ki, Mikhail Cabbarov gör nə deyir? Deyir ki, biz bu qanunsuz tikillər var ya, qanunsuz evlər deyirik ya. Bu qanunsuz evləri bunlara sənət versək, bu gələcəkdə də bu cür evlərin yəni meydana gəlmə tikilməsinə rəvac verər. Bəs dövlət nə üçündür? Və qanunsuz tikili nədir? Bu qanunsuz tikili əslində bizim keçmişimizə mən statusda yazmışdım. Həm keçmişimizə yaxın 30-40 il. Əslində bu gecə qonduran Sovet vaxtından var idi da. Həm keçmişimizə, həm də gələcəyimizə bastırılmış saatlı minadır. Məsəl üçün, iki misal deyəcəm. Təsəvvür edin ki, seçki qabağıdır. Vəziyyət belə. Və hələ Ərəb Baharı dönəmi məruzə elədilər prezidentə ki, yarım milyon təkcə Bakıda qanunsuz tikili var elə. Yarım milyon tikili, indi də ondan bəri neçə illər ötüb, ən azı 1 milyondur bunun. Ən azı 1 milyon. 1 milyon nə deməkdir tikili? O tikililərin içində yaşayan adamları hesablayın, 4 milyon, 5 milyon adam deməkdir. 3 milyon. Seçicidir bu. Və təsəvvür edin ki, seçki qabağı personal hamısına zəng gəlir. Ya belə səs verərsiniz, ya da seçkinin səhər gün eviniz gedəcək. Və Sovet Azərbaycan insanı bütün ömrünü sərf edir ki, bir dam qaralasın, bir ev olsun və uşaqlarına bir yaşayış yeri olsun. Və belə şəraitdə vətəndaş məcburdur mu şantaj altında gəlib səs versin? Ya da lazım gələndə bir üzdən bax belə odadla bulduzerlərə verirsən, insanlar 5, 10, 15 bütün hamı baxanda ki evləri söküləcək. Deyirəm, bunların sayı milyonla deyir, hamısı küçəyə tökülür və nə bilim, adını çevriliş qoy, nə inqilab qoy, nə qoysan qoy. Yəni, bütün hallarda bu bastırılmış minalardır bunlar. Saatlı bombadır bu qanunsuz evlər məsələ. O nə demək ki, biz bunlara kağız versək, əslində baxın, 1 milyon tikili var. 1 milyon tikini sənədləşdirəndə dövlətin üzərindən evsiz ailə məsələləri, problemləri qalxır. Ondan sonra bu kommunal xərclər filan qaydaya salınır və o əlavə, bunun hamısı əslində vətəndaş orada havayı yaşamır ki. Qazına da pul verir, suyuna da pul verir, işığına da pul verir. Ondan sonra bunların hələ o qaz işıq xəttlərinin, su xəttlərinin çəkilməsinə vətəndaş pul verir. Siz bunu havayı eləmirsiniz ki. Onsuz da vətəndaş və heç bir belə, üzr istəyirəm, bir hamam yeri, bir tuvalet yeri belə öz başına tikilmir, qanunsuz tikilə bilməz bu ölkədə. Ya yazılı, ya şifahi icazə verilir. Və təsəvvür edin ki, bu həm də çox ciddi paradır, bilinmi? Para qaynağıdır. Yəni, elə bil ki, nədir, banka pul qoyubsan, get götür. Bir gecədə tutaq ki, 10 min, 20 min, 50 min evəzək kessə ki, sabah eviniz sökülür. Ya da bu qədər pul gətir. Qanunsuz ev tikibsiz. Hamısının siyasi əllərində. Yəni, bu, belə, bunu bir dəfiyə və neçə dəfələrlə prezident göstəriş verib, hətta dedilər sərəncam da olub, filan da olub. Ya anladım da bu şeylərimi. Qardaşım, bu evləri sənədləşdirib, bu problemi çözmək lazımdır. Və mən demişəm, bu qanunsuz evlər məsələsi, siyasi məhbus deyil. Yəni, biz gələcəyə, bu millətin, dövlətin gələcəyinə normal vətəndaş, normal insan yetişdirmək və normal gələcək, bu dövlətin, millətin gələcəyində az çox bir rahatlıq görmək istəyirsə, bunun yolu budur. Siz özünüzü öldürsəniz belə. Ya. Aeroport tikir orada, burada. Bu paralel hökumət əfəndilər. Bax, Mikhail Cabbarov paralel hökumətin başında duran adamdır. Bu paralel hökumət millətin və dövlətin gələcək, strateji gələcəyini təhdid edir və şantaj edir və sabotaj edir əslində. O qanunsuz evlərin, tikililərin bugün də qanunsuz şəkildə qalması o demək ki, istənilən məqamda, istənilən variant və versiyada onu kullanmaq olacaq. Bunlar buna oynayırlar, əfəndilər. Bəs bu nədir ki? Niyə? Verin də sənət verin də olaraq. Bir simvolik rəqəm də qoyun, hamı da rüsumunu ödəsin, sənəd alsın, bir dəfəlik onlar da rahatlasın, dövlət də rahat olsun. Amma siz nə edirsiniz? Nə edirsiniz axı siz? Bu nə deməkdir?